Hər vaxtınız xeyir, xoş gördük sizi, əziz dostlarım. Bəli, videonun da başlığında deyildiyi kimi sizi 7 dekabr saat 11-də keçiriləcəyimiz vergi orqanları üçün olan ödənişsiz sınağımıza dəvət edirik. Bəli, sınaq tam ödənişsizdir. Bu qərara gəlməkdə əsas səbəbimiz oldu ki, son keçirdiyimiz bir neçə gün bundan əvvəlki sınaqda 600-ə yaxın tələb iştirak eləmişdi ki, bunun 305 nəfəri əyani formada, yerdə qalanlar isə onlayn formada olmaqla olmuşdu. Bu keçirdiyimiz sınaq bizim öz tələbələrimiz üçün tam ödənişsiz idi. Bəli. Kənardan gələn tələbələrə də köməklik elədik ki, qoşulsunlar müəyyən bir sayda, çünki yerlər limitli olduğu üçün. Və əsas da nədir? Buradan səslənirəm ümumi ixtisaslar üzrə hazırlaşan dostlarımıza. Ümumilikdə keçirəcəyimiz sınaq bu son Odlar Yurdu Universitetində oldu. İnşallah növbəti planımız da yenə Odlar Yurdu Universitetidir. Məkan və zamanla bağlı sizə yenə daha ətraflı məlumat veriləcəkdir. Əsas məsələ nədir? Qeydiyyatdan keçmək. Qeydiyyatdan keçmək üçün sadəcə olaraq sizə lazımdır. Aşağıda nömrələri qeyd edəcəm. Bizim menecerlərin nömrəsidir. Onlara yazın ad və soyadınızı. Əsasən əyaniyə gələcək dostlarım. Yerlər məhduddur. Ümumilikdə 400-500 nəfərlik yer nəzərdə tutmuşuq və artıq bunun müəyyən hissəsi tutulubdur. Yəni bizim öz tələbələrimiz də iştirak edəcək əyani formada. Yerdə qalan digər yerlər də sizin üçün təşkil ediləcək, amma əsas nədir? Mütləq şəkildə yer tutduğunuz zaman gəlməlisiniz. Çünki siz başqasının yerini tutmuş olsanız, siz gəlməsəniz, söz versəniz, istər-istəməz başqalarının o fürsətdən istifadəsinə mane olmuş olursunuz. Onlayn formada istənilən hər kəs iştirak edə bilər. Ən sonunda siz nəticənizlə daha tez tanış olacaqsınız onlaynda olanlar. Amma əyani formada gələnlərin də nəticəsi bir neçə gün sonra təqdim ediləcəkdir özlərinə. Çıxdıqdan sonra kitabçanı apara bilərsiniz. Ona görə də heç bir qadağa yoxdur. Son keçirdiyimiz sınaqda da mən və müəllim yoldaşım Emin müəllimlə bir yerdə tərtib etdiyimiz qəbul səviyyəli suallar var. Bu kitabçada olan sualları da bütün qruplarda paylaşmışıq. Sizlər də bunu görə bilərsiniz. İstərsə kimdəsə əgər yoxdursa da mən öz nömrəmi də buradan səsləndirirəm. 055 273 5903. Mənim özümə kitabça ilə bağlı yazın. Sevərək onu da sizə göndərərəm. Bu öz yerində. Plus, ola bilər kimsə özü evdə hazırlaşır. Vəsait cəhətdən sıxıntı çəkirsinizsə, dostlar, yəni bəziləriniz bilirsiniz, düzdür, mən bu kitabı o qədər də çox reklam eləmirəm. Amma yenə də istədim burada fürsətdən istifadə edeyim. Yüksəliş orqanlarına, vergi orqanlarına, Xarici İşlər Nazirliyinə ölkədə olan yeganə sınaq toplusudur bu. Bəli, yeganə sınaq toplusudur. Burada siz həm 2022, həm 2023-cü ilin qəbullarda düşən sual tiplərinə tanış ola bilərsiniz. Qəbulda digər diaqramlar, rəqəmsallar, yeni tip mətin təhlilləri, hər birisi burada var. Bunu da əldə edə bilərsiniz. Bu öz yerində. Və əsas sınaqda iştirak edəcəklər. Əvvəlcədən qeydiyyatdan keçdikdən sonra sizlərə göndərəcəyimiz yer və zamanla bağlı. Əvvəlcədən, yarım saat, bir saat əvvəlcədən gəlməyiniz şərtdir. Çünki ən azından xaotiklik yaşanmasın. Bu səfər keçirdiyimiz zamanda birdən-birə tələbələr gəlmişdi. Düzdür, yəni bu Dövlət İmtahan Mərkəzinin keçirdiyi bir imtahan deyil ki, siz gecikdiyiniz zaman qorxuya düşəsiniz. Xeyr, 5 dəqiqə, 10 dəqiqə də gecikənlər olmuşdu. Onları da sevərək qarşıladıq. Ən əsası odur. Və sınaqdan bağlı yekunlaşdırdıqdan sonra istərdim sizlərin özünüzə də bir neçə dəyərli məlumat da verim. O dəyərli məlumat nədir? Sizin özünüzsünüz. Əgər uğur qazanmaq istəyirsinizsə, birinci özünüzü sevin. Bunu sizə şiddətlə tövsiyə edirəm. Yəni, nə əldə eləmək istəyirsinizsə, həyatda o bir şey insanın özündən başlayır. Həmişə özünüzdən başlayın. Heç nəyə görə peşman olmayın. Həyatda insan həmişə etmədiyi şey üçün peşman olur. Ona görə qəti qorxmayın. Tərəddüd içərisində olanlar var. İmtahana gedim, getməyim. Qorxmayın, gedin. Çünki özünüz çönün. Mən özümlə, öz adıma da deyə bilərəm. Bəlkə də mən də çönüb geriyə baxdığım zaman əsasən həyatda etmədiyim şeylər üçün bəzən deyirəm, ayda kaş bunu eləyərdim. Bax, o kaşlar dostlar, çönüb geriyə baxıb irəliyə baxdığınız zaman bir də olmur. O şansınızı dəyərləndirin. Şərt deyil, haradasa hazırlaşasınız. Özünüz evdə də hazırlaşa bilərsiniz. Bizim YouTube kanalımızda da kifayət qədər məlumat var. Mən illər öncədən də rəqəmsal məlumatları da, abstrakt hissələri də orada yerləşdirmişəm. Və ən əsası da nədir? Hər şey sizin özünüzdən asılıdır. Özünüzə inanın. Hər şey inanmaqdandır. Mən sizə güvənirəm hər birinizə, amma əsas özünüzsünüz. İnşallah sizləri də
bu sınaqda gözləyəcəyik. Gəlin, iştirak edin. Bu şəraiti sizlər üçün yaratmışıq. Tam ödənişsizdir, bir daha deyirəm. Sizdən hər hansısa bir ödəniş nəzərdə tutulmayıb. Sizləri ekran başında olan digər dostlarımı öz tələbələrimdən heç ayırmıram, ayırmağı da fikirləşmirəm. Hər şey sizlər üçündür. İnşallah sınaqda görüşərik. Allah amanında.